Peyğəmbər və ali Peyğəmbərə salavat edil. Əbu Abdillah el-Hüseyn əleyhissalamın matəm günləridir, əza günləridir. Hamımız o həzrətin qapısına dəxil düşmüşük. Hərə öz hacətin, çətinliyin götürüb Əbu Abdillah el-Hüseyn əleyhissalamın məclisinə gəlib. Allah heç kəsi bu məclislərdən əli boş geri qaytarmasın, salavat edil. Xəstəsi olanlar var, iltimasi dua eləyiblər. Allah bütün xəstələrə, məxsusən ağır xəstələrə, nəzərdə olan xəstələrə Əbu Abdillah el-Hüseyn əleyhissalamın əli ilə şəfa versin. Onun əziz balası Həzrəti Rüqəyyənin əli ilə şəfa versin. Həzrəti Abbas ağanın əli ilə şəfa versin. Salavat edəlim. Allahümme salli ala Muhammed və Muhammed. Cəmi ölənlərimizin, seyyidlərin, şəhidlərin, varis, bivarislərin, boynumuzda haqqı olanların, onlar ki bizə Hüseyn əzasının yolunu göstəriblər, bizi əlimizdən tutub məscidə Hüseyniyyəyə aparıblar, bizə Hüseyn eşqini aşılayıblar. Dünyasını dəyişmiş valideynlərimiz, seyyidlər, şəhidlər, vətən şəhidləri, digər müsəlman şəhidləri, Allah Taala onların ruhların bu məclisdə olan ibadətlərin savabından, verilən həsənatların savabından binəsib eləməsin. Salavat hədiyəli. Qoymadı. Bu qalsın. Sağ. Allah ağamız, Mövlamız Həzrəti Məhdi əleyhissalamın zuhurun təzil eləsin və bizi o Həzrətin yaru yavərlərindən qərar versin. Salavat hədiyəli. Allahümme salli ala Muhammed və Muhammed. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və sallallahu ala cəmiyyil ənbiyai vəl mursalin. Siyyəmə xatamihim və əfsalihim Muhammed. Allahümme salli ala Muhammed və Muhammed. وعلى أهل بيته الأطيبين الأنجبين سيما بقية الله في الأراضين بهم نتولى ومن أعدائهم نتبرأ إلى الله. السلام على الحسين وعلى علي بن الحسين وعلى أولاد الحسين وعلى أصحاب الحسين. İmam Hüseyn ağanın aşurasını bir aspektdən, bir yöndən iki hissəyə bölmək olar. Aşura məktəbinə, aşura dəyərlər sisteminə müxtəlif bucaqlardan, aspektlərdən yanaşmaq olar, müxtəlif yönlərə bölmək olar. Mən sadəcə bir baxışdan, bir aspektdən deyirəm ki, aşura iki hissəyə bölünür. Bir, aşuranın məzlumiyyət tərəfi var. Birinci hissə, aşuranın məzlumiyyət tərəfi. Bilirsiniz, aşura böyük bir müsibət oldu, böyük məzlumiyyət oldu aşurada. Hamınız tanışıq İmam Hüseyn əleyhissalamın başına gələnlər, onun əhl-i beytinin başına gələnlər, verilən şəhidlər, İmam Hüseynin verdiyi qurbanlar, xeymələrə olan hücumlar, Əhl-i Beytin gördükləri, İmam Hüseynin övladlarının, xanımlarının gördükləri, Kufə, Şam, əsirlik həyatı, bu müsibətlərdən çox deyilib. Eşitmişik, bilirik, bu müsibətlər çox ağır müsibətlərdir. Elə İmam Hüseyn əleyhissalamın bu təziyyələri həmişə o müsibətlər əsasında qurulub. Və bu missiya adətən mərsiyəxanların öhdəsinə düşüb, rozəxanların öhdəsinə düşüb. Onlar yaşadıblar, onlar o rozələrində
mərsiyələrində o məzlumiyyəti diri saxlayıblar. Əlbəttə, Əhl-i Beyt əleyhissalamda, imamlarımız da bu məzlumiyyətin dilə gətirilməsinə çox təkid eləyiblər. Bu məzlumiyyət deyilməlidir. Əimə-i Əthar, İmam Sadiq, digər imamlar, İmam Rıza əleyhissalam həmişə bir şair görəndə, həmişə bir Əhl-i Beyt mərsiyəxanı görəndə çağırardı yanına, deyərdi ki, mənə Hüseynin mərsiyələrindən denən. Çox dəyərlidir İmam Hüseyin haqqında mərsiyə demək. İmam Hüseyin müsibətində ağlamaq, İmam Hüseyin müsibətində sinə vurmaq. İmam Sadiq əleyhissalam Əbu Harun Məkfuf nəql eləyirdir. Bir gün İmam Hüseyin əleyhissalam, İmam Sadiq əleyhissalamın yanında bir məclis var idi. Ağa oturmuşdu öz sahabələri ilə, dostları ilə. Məni çağırdı, dedi, Əbu Harun, İmam Hüseyin ağanın müsibətində bir mərsiyə denən. Deyir, mən başladım Əbu Abdullah el-Hüseyin haqqında bir mərsiyə deməyə. Mərsiyə yəni məzlumiyyəti ifadə eləyən, Əhl-i Beytin müsibətini ifadə eləyən şeir növü. Allah rəhmət eyləsin Azərbaycanın böyük şairlərinə, Məhəmməd Füzuli başda olmaqla Nəsimiyə, Qasım bəy Zakirə, Xurşudbani Natəvana, digər şahidlərə gözəl mərsiyələr yazıblar Əbu Abdullahül Hüseyin. Əbu Harun dedi, İmam Sadiq əleyhissalam dedi, Əbu Harun, İmam Hüseynin müsibətində bir mərsiyədir. Deyir, mən başladım ağanın müsibəti haqqında mərsiyə deməyə. Mən dedim, ağa ağladı, səhabələr ağladı. Sonra deyir, İmam Sadiq mənə dedi ki, Əbu Harun, yox, belə mərsiyə demə. O mərsiyəni ki, sən özün üçün deyirsən xəlvətdə. O cür mərsiyədir. Yəni, daha həzindir, ağı çəkərəkdir, oxşayaraqdır, rahat denən. Deyir, mən başladım o cür. O ki, xəlvətdə özüm üçün o mərsiyələri oxuyardım. O cür baxşadım İmam Hüseyni oxşamağa. Oxudum, pərdənin arxasından xanımlar başladı ağlamağa. Hamı ağlayır. Dayandım. İmam Hüseyin əleyhissalam dedi ki, Əbu Harun, davam elə, yenə də mərsiyə denən. Dedi, mən yenə də başladım mərsiyə deməyə. Gözəl bir məclis oldu, hamı ağladı, hamı qəmləndi. Sonra deyir İmam Sadiq əleyhissalam mənə üz tutub dedi, Əbu Harun, hər kəs İmam Hüseyin əleyhissalamın müsibətində 10 nəfər ağlıya və 10 nəfəri ağlada Allah ona cənnəti vacib eləyər. Sonra dedi, Əbu Harun, əgər bir nəfər Əbu Abdullah el-Hüseyin əleyhissalamın məclisində ağlıya 5 nəfəri də ağlada, Allah ona cənnəti vacib eləyər. Sonra dedi, Əbu Harun, əgər kimsə İmam Hüseyin əleyhissalamın məclisində ağlıya və bir nəfəri ağlada, Allah ona cənnəti vacib eləyər. Sonra dedi, Əbu Harun, əgər bir yerdə İmam Hüseyin yad oluna, İmam Hüseyin zikr oluna, bir nəfərin gözündən milçəyin qanadı qədər göz yaşı düşsə yanaqlarına, onun mükafatı Allah'landır. Allah da ona verdiyi ən kiçik mükafat cənnət olar. Və bu müsibət, bu mərsiyə demək bu cür əzəmətlidir. Yaxud İmam Sadiq əleyhissalam Cəfər ibn Əffana deyir, Cəfər, eşitmişəm İmam Hüseynə mərsiyə deyirsən. Dedi, bəli, canım sənə fəda olsun, yəbnə Rəsulullah. Arada Əbu Abdullah el-Hüseyin üçün mərsiyə deyərəm. Dedi, Cəfər, ey Cəfər, o mərsiyədən bizim məclisdə də denən.
Deyir, mən dedim Mərsiyə. O Mərsiyələr bu kitablarda var. Həm Əbu Harun hansı Mərsiyəni deyib, həm Cəfər ibn Əffan hansı Mərsiyəni deyib. Məşhur rəvayətlərdir, səhih rəvayətlərdir. Şeyx Tusi nəql eləyib, Vəsail Şiyyədə var. Mötəbər rəvayətlər də orada var. Dedi ki, mən dedim, bir Mərsiyə oxudum. İmam Sadiq əleyhissalam ağladı, dostları ağladı. Sonra deyir, İmam Sadiq əleyhissalam mənə dedi, Cəfər, deyir ki, sən ki Mərsiyə deyirdin, Allahın müqərrəb mələkləri. Kimdir Allahın müqərrəb mələkləri? Cəbrail əleyhissalam, Mikail əleyhissalam, İsrafil əleyhissalam, Əzrail əleyhissalam. Dedi, ey Cəfər, sən Mərsiyə deyəndə Allahın müqərrəb mələkləri də burada iştirak edirdilər. Onlar da sənin səsini eşidirdilər. Ey Cəfər, biz ağladığımız kimi onlar da ağlayırdılar. Yox, yox, onlar bizdən daha möhkəm ağlayırdılar. Dedi, ey Cəfər, sənin bu oxuduğun Mərsiyəyə görə Allah cənnətin bütün neymətlərin sənə vacib elədi və sənin bütün günahlarını bağışladı. Dedi, ey Cəfər, bundan artığın deyim sənə. Dedi, dedim, Allah canım sənə fəda olsun. Yəbnə Rəsulallah, artığın da de. Dedi, bu təkcə sənə aid deyil ki, hər kəs İmam Hüseyin əleyhissalam üçün bir Mərsiyə deyə ağlıya və ağlada Allah Teala ona cənnəti vacib eləyər və günahların əff eləyər. Bu müsibət tərəfidir. Əlbəttə mənim mövzum İmam Hüseyin əleyhissalamın bu məzlumiyyət tərəfi deyil. Mən tam əks mövzuda istəyirəm danışam. Təbərrükən dedim və demək istədim ki, nə qədər əcri var bu məzlumiyyəti demək, bəyan eləmək və bu minvanla Əhl-i Beyt məclisin yaşatmaq, diri tutmaq. Amma mən istəyirəm o ikinci tərəf haqqında danışam. Əhl-i Beytin Kərbəlanın qəhrəmanlıqlarından danışam. İki tərəfi var axı. Dedi, bir məzlumiyyət tərəfidir, bir qəhrəmanlıq tərəfidir. Bir qəhrəmanlıqlar olub Aşuradan. Bir Bəni Haşimin göstərdiyi qəhrəmanlıqlar var. Həzrəti Abbasın göstərdiyi qəhrəmanlıqlar var. Əli Əkbərin göstərdiyi qəhrəmanlıqlar var. Həzrəti Qasimin göstərdiyi qəhrəmanlıqlar var. Bunlar öz yerində. Bunlar öz yerində. Bunlardan danışmaq istəmirəm. Bunlardan danışmışıq və çox böyük fürsət istəyir adam Həzrəti Abbasın şücaətindən danışır. Və bəzi çöhrələr var ki, Bəni Haşimdən deyirlər, İmam Hüseynin dostlarıdır ki, onlar da məşhurdur. Həbib ibn Məzahir, Hürr ibn Riyahi, Nafi ibn Hilal, Müslim ibn Ofsəcə. Bunlardan da danışmaq istəmirəm. Qeys ibn Müsəhhər. Mən istəyirəm biraz çox da haqlarında deyilməyən şəxslərdən danışım. Onlar ki, çox böyük qəhrəmanlıqlar göstəriblər. Nələr var? Düzdür, məsələn, ən balacası Bəni Haşimdən Abdullah ibn Həsən, İmam Həsənin balası. Çox balaca idi də. O qədər şücaətli idi. Görəndə ki, əmisi Əbu Abdillahül Hüseyni atdan saldılar. Kim onu saxlaya bildi xeymədə? Həzrəti Zeynəb, Ümmü Gülsüm istədilər onu tutsunlar, qoymasınlar uşaq meydana geçsin. Çıxdı onların əlindən, qaçdı meydana tərəf.
Özün verdi, əlin verdi düşmənin qılıncının qabağına. Bunlar da var. Qasimin şücaəti də var. Amma bilirsiniz də Kərbəlada təxminən mən sayırdım 6-ya qədər Peyğəmbərin sahabəsi iştirak edib. Mən 6'sını saydım, bilmirəm, bəlkə bundan da çoxdur. İndi bir nəfər ki, Peyğəmbəri görə, Peyğəmbərlə müharibələrdə Bədirdə iştirak edib, Ühüddə iştirak edib, Hüneyndə iştirak edib, neçə yaş olar? Deyir, bir nəfər var idi, Cabir ibn Urvə Qəffari. Gəlib Kərbəlaya. Bir qoca kişidir. İndi qocanın da qocaya fərqi var. Allah səlamət eləsin. Məclisdə ağsaqqalımız var. Allah sayələrin başımızın üstündən əski eləməsin. Var olsunlar. Məclisə zinət olurlar. Allah onları hifz eləsin. Amma bir də qoca var. Bu qocalıqdan bel bükülüb. Bir qoca var. O qədər qocadır, bu gözünün üstündəki dəri sallanıb düşüb gözünün üzərinə. Bu Cabir ibn Urvə Qəffari, bu qoca kişi bu cür qocadır. Beli bükülüb, bu dəri tökülüb gözünün üstünə görmür. Amma İmam Hüseyin əleyhissalama da canın fəda eləmək istəyir. Eşqdir. Dedi Hüseynə, dedi Hüseyn can, deyir mən bir vaxt var idi, istəmirdim müharibəyə qoşulum, istəyirdim bitərəf qalım, amma bacarmadım. Allah sənin eşqivi qəlbimə saldı, bir də öz gözümü açdım, mən sənin yanındayım. Deyir nəyinədir? Deyir açdı başındakı əmmaməsin, onunla o bükülmüş belin şax elədi. Bel bükülü baxı. Beli bükülmüş necə döyüşərdir? Əvvəl əmmaməsini açdı. Belin dikətdi. Sonra bir dəsmal çıxartdı. Deyir bu üzünün gözlərinin üzərinə düşən dərini bağladı. Ona mane olmasın. Girdi meydana. Deyir çoxlu da elə düşmənlərdən cəhənnəmə vasil elədi. Şəhid oldu. Belə bir qəhrəmanlıq da var. Bəzən məsuliyyət insanın öhdəsindən götürülmür ki, məsuliyyət həmişə var. Bəzən qocayam, mən İmam Hüseynin təziyəsinə getmirəm. Bəhanə yoxdur ki, Cabir ibn Urvə bir nümunə deyil, qoca olsan da, belin bükülsə də, əlində əsa varsa, bir məsuliyyətdir də. Adam gələ İmam Hüseynin məclisində, bir otura qıraqda, bir sinə vura, bir ağlıya. İmam Hüseynin məclisləri xəlvət olmasın, İmam Hüseynin məclisləri boş qalmasın. Bir səhabə də var, Peyğəmbərin səhabəsidir. Ühüddə Peyğəmbərlə bir yerdə olub, döyüşüb, digər müharibələrdə döyüşüb. Həzrəti Əli əleyhissalamın, o əmirəl-mümininin yaxın sahabələrindəndir, qocadır. O da gəlib. Deyir, amma o Aşurada bir pərvanə kimi dolanırdı Hüseynin başına. Bir qəribə əlaqəsi var idi Əbu Abdüllahül Hüseynə. Nəql eləyirlər. Deyir, nə qədər adın deyəm onun, Əmr ibn Qərəzə Ənsari, Peyğəmbər sahabəsidir. Gəlib, indi Peyğəmbəri görən qocadır da, yaşın yazmayıblar. Amma ən azı yaşı 65-dən, 70-dən yuxarıdır. Deyir, o qədər qəlbində İmam Hüseyin əleyhissalama eşq var. Deyir, pərvanə kimi həmişə Aşura günü dolanırdı İmam Hüseyin əleyhissalamın başına. Deyirlər, nə qədər ki o sağ idi, İmam Hüseyin heç bircə yara almamışdı. Niyə? Qalmışdı sipər kimi Əbu Abdüllahül Hüseynin qabağında. Hüseyin, sənə gələn oxlar mənə gəlsin. O
nə qədər sağ idi, İmam Hüseynin qabağından tərpənmədi. Bütün oxları aldı canına, sonra axırda tab gətirmədi. Düşdü Əbabüllər Hüseynin ayaqlarının altına. Nə dedi Hüseyn əleyhissalama? Dedi, Hüseyn can, dedi, nədir? Dedi, aya mən əhdimə vəfa elədim. Razısan məndən. Yaxşı xidmət elədim. Yaxşı qulluğunda qaldım. Dedi, əlbəttə vəfa elədin və bu vəfava görə sən məndən qabaq cənnətə daxil olarsan və mənim salamımı cəddim Rəsulallaha çatdır və denən biz də tezliklə sənin yanıva gələrik, sənə qovuşar. Bu da bir cəngavərdir. Bunlar yaşlı nəsildir də, yaşlı nəsildir. Gənc nəsildən. İndi bəziləri deyir, hamımız eləyik və həqiqətən də elədir. Abbas hər adam çünki nümunə ola bilməz, baxmayaraq ki, nümunədir. Abbası nümunə götürmək çətindir. Əli Əkbəri nümunə götürmək çətindir. Amma digər yar-ı ənsarını ki, nümunə götürə bilərik. Onlardan biri Abdullah ibn Ümeyr'dir. Nisbətən gəncdir, biz yaşda. O da Kərbəladadır. O da gəlir. Nəql eləyir Abdullah ibn Ümeyr. Deyir, mən Küfədə idim. Bir də gördüm ki, bir dəstə atlı, bir dəstə əskər təlim keçirlər, məşq eləyirlər. Soruşdum, nə xəbərdir? Nə olub? Dedilər ki, bəs Peyğəmbərin nəvəsi Hüseyn gəlir, bunlar təlim keçirlər ki, geçsinlər onunla müharibə eləməyə. Bu Abdullah ibn Ömər dedi, mən çox istəyirdim müşriklərlə savaşam. Çox istəyirdim Peyğəmbərin yanında olan müşriklərlə savaşam. Amma indi görürəm, bunlarla savaşmaq, bunlar ki, Peyğəmbərin qızının oğlu ilə döyüşməyə hazırlaşırlar və birazdan onlarla onu qətlə yetirməyə gedəcəklər, onlarla vuruşmayın əcri daha böyükdür. Mən gedirəm bunlarla vuruşmaya. Qoy bunlar getsinlər, mən də gedirəm. Gəldi evinə. Gəldi xanımına dedi, xanımının adı Ümmü Vəhəbdir. Dedi, xanım, dedi, nədir? Dedi, hali qəziyyə belə. Zəhranın balası Əbu Abdullah Hüseyn gəlib. Bu namərd Kufəlilər də onunla müharibə eləmək istəyirlər. Mən qərara gəlmişəm gedəm Zəhranın balasına qoşulum. Mən ona qoşulmaq istəyirəm. Dedi, çox yaxşı eləyirsən. Çox gözəl bir qərara gəlmişsən. Amma Abdullah, tək getmə ha. Məni də özündən apar. Məni də özün... Dedi, baş üstə, gəl bir yerdə gedək. Məhərrəmliyin 8-də gəldilər, qoşuldular kimə? Əbu Abdullahül Hüseynə. Özlərini yetirdilər Əbu Abdullahül Hüseyn. Aşura günü müharibədə salavat hədiyyə eləyin. İmam Hüseyn əleyhissalam Abdullah ibn Ümeyri sol cinahda qərar vermişdi. O vaxt bölürdülər də, bu ordunun orta hissəsi, sağ hissəsi, sol hissəsi. Bu sol hissədir. Hər dəstənin də, hər cinahın da öz vəzifələri olar. Oturmuşdu, birdən 2 nəfər qul, biri İbn Ziyadın qulu idi, biri də başqasının qulu idi. Birinin adı Salim idi, birinin adı Yasar idi. Bunlar gəldilər,
pəhlivan istədilər döyüşməyə. Həbiblə Bureyr ibn Xuzeyr istədi qalxdılar ayağa, istədilər icazə alıb meydana getsinlər. Əbu Abdullah Hüseyn dedi ki, sən otur, sən get, siz otur. Abdullah bunu görəndə özü qalxdı ayağa. Abdullah ibn Umeyr dedi, ağacan icazə verirsən, mən gedim onlarla döyüşə. 2 nəfər, onlar da güclü pəhləvan edirlər. Deyir, İmam Hüseyin əleyhissalam baxdı bunun uca qamətinə, baxdı onun qüvvətli qollarına, baxdı onun parıldayan gözlərinə. Deyir, baxıram ki, sən onların öhdəsindən gələrsən. İcazə sənindir, get ki. Getdi, özün təqdim elədi. Onlar dedilər ki, sən kimsən? Dedilər ki, özün təqdim elə. Dedi, yox, biz səni bəyənmirik. İkisi də quldur, ha. Əsil nəsəbli şəxslər də deyil. Deyir, biz səni bəyənmirik. Sən getkinən, qoy Həbib ibn Məzahir gəlsin, Zuheyr ibn Qeyn gəlsin. Dedi, ey namərdlər, sizin qarşınızda olan sizdən qat-qat şəxsiyyətlidir. Siz daha başqa şəxsiyyətlər istəyirsiniz. Onlarla döyüşdü. Hər ikisində cəhənnəmə vasil elədi. Və sonradan öz cinahına qayıtdı. Təzdən bir Abdullah bir meydanda rəcəz oxudu. Bilirsiniz, o vaxtı qəhrəmanlar meydana girəndə rəcəz oxuyardılar. Özlərini tanıtdırardılar. Düşmənə şeirlə meydan oxuyardılar. Gəldi bu da rəcəz oxuyanda bunun xanımı bunu gördü. Ərin gördü meydanda rəcəz oxuyur. Çox bağlı idilər bunlar bir-birinə. O da deyir, xeymələrin əmudlarından birin, sütunlarından birin götürdü, qaçdı ərinin yanına meydana. Əri ha çalışdı bunu qaytarsın, xanım qayıt. Dedi, yox, yapışdı ətəyindən. Mən sənin yanında, sənlə bir yerdə şəhid olmasam, səndən əl çəkmərəm. İmam Hüseyin səsləndi, xanım, Allah sənə böyük mükafat versin. Bu döyüş qadınlara vacib deyil, cihad qadınlara vacib deyil. Qayıtdı. Sonradan döyüşdə Abdullah ibn Ömer qəhrəmanlıq göstərdi. 2 nəfəri də şəhid elədi, sonra onu da şəhid elədilər. Deyir, toz torpaq deyir, batandan sonra, oturandan sonra xanımı qaçdı meydana təzdən, ərinin üzündən, o cəsədindən, üzündən, gözündən tozu torpağı təmizləsin, qanı təmizləsin. Ömər Səd əmr elədi, Allah ona lənət eləsin birinə ki, bəs get bir əmudlə onu da ərinə qovuşdur. Gəldi o cürdə elədi. Xanımı da onun yanında şəhid oldu. Bu bir də bir qəhrəmandır. Cavanlar. Əlbəttə şücaət ki, mən təkcə döyüş səhnəsində deyil. Şücaət hər zaman var. Zamana görə dəyişir, məkana görə dəyişir. Şücaət olmaq təkcə döyüş meydanında, haqqın müdafiəsi uğrunda harda olursan ol, şücaəti göstərməlisin. Rəvayətlərdə də şücaət müxtəlif cür məna olunur. Bəzən səxavətli olmağa, bəzən təmkinli olmağa, müxtəlif mənalarda. Şücaət çox genişdir. Bəzən birinin qələmi ilə şücaətlidir. Bəzən biri siyasətdə şücaətlidir. Fərq eləmir ki, dövrünə görə, zamanına görə dəyişir. Yəni, biz təkcə döyüş meydanında şücaətli olmağı öyrənmirik Əhl-i Beytdən. Haqqı müdafiə eləmək uğrunda hər nə cür lazımdırsa, o cür şücaətli olmaq Əhl-i Beytin tövsiyəsidir. Bu da bir qəhrəman idi. İstəyirəm bir qəhrəmana da işarə eləyəm. Onlardan biri də Abisdir.
Abis ibn Əbi Şəbib Şakiri Həmdani. Cavanlar, bu abisin adını yadınızda saxlayın. Çox böyük qəhrəmandır. Çox böyük qəhrəmandır. Əzizlərim, bizə qəhrəmanları İmam Hüseynin aşurası təqdim edib. Bizə o saxta qəhrəmanlar lazım deyil. Bizim qəhrəmanlarımız abislərdir. Abdullah ibn Umer'dir, Habib ibn Məzahir'dir, Müslim ibn Ofsəcədir. Bunlardır bizim qəhrəmanlar. Bu cavanlar ki burada var, bu gənclər ki var, gərək onlar abislərin, Abdullahların, Bureyrlərin, digərlərinin eşqi ilə yaşasınlar. Onlar kimi olsunlar. Qəhrəmanlığı, pəhləvanlığı onlardan öyrənsinlər. Abis kimdir? Abis ibn Əbi Şəbib Şakiri, Şakir, Bənu Şakir, Həmdan. Bilirsiniz, Həmdan Yəməndə tayfaların biridir. Şakir də o Həmdan qəbiləsinin bir qoludur. Hazreti Ali, bu Həmdanlılar ki, Yəməndə bir qəbilə olub. Hazreti Ali əleyhissalama aşiq olublar. Hazreti Ali əleyhissalam deyir ki, əgər mən cənnətin qapıçısı olsaydım, mən Həmədan əhlinə deyərdim, bir nəfərə yoxa, Həmdan tayfasına, qəbiləsinə deyərdim, hamınız salamatlıqla, əmniyyətlə cənnətə daxil olun. Bu da Həmdan qəbiləsindəndir. Amma onun Bənu Şakir tayfasından. Amma gör bu Bənu Şakir haqqında Həzrəti Ali əleyhissalam nə buyurur? Deyir, əgər Bənu Şakirdən 1000 nəfər olsaydı, 1000 nəfər, Allaha yer üzündə layiqincə ibadət olunardı. Nə cür tayfa olublar? Nə cür qəbilə olublar? Əli aşiqləri, Hüseyn aşiqləri, Peyğəmbər aşiqləri. Da görə Həzrəti Əmir əl-Müminin buyurur, deyir, əgər mən cənnətin qapıçısı olsam, Həmdan tayfasına deyərəm hamısına, salamatlıqla, əmniyyətlə hamınız cənnətə daxil olun. Bu Bənu Şakir haqqında da belədir. Bu Abis ibn Əbi Şəbib Şakiri də o şəxsiyyətlərdən biridir. Müslim ibn Əqilə İmam Hüseynin səfirinə Kufədə ilk beyyət eləyənlərdən biridir. Qalxdı ayağa, dedi, ey Müslim, ey imamımın səfiri, sən nəyə dəvət eləsən, mən ləbbək deyər. Axıra qədər canımı sənin yolunda fəda eləməyə hazıram. Müslim, bilmirəm bunlar sənin niyə dəvət eləyib, hansı niyyətlə dəvət eləyib. Onlardan işim yox. Mən öz adımla deyirəm, sən nəyə dəvət eləsən, mən səndən beyyət eləməyə hazıram və sənin yolunda canımı fəda eləməyə hazıram. O da Müslim ona və bir neçə nəfərə bir məktub verdi. Kufəlilərin beyyətin İmam Hüseynə çatdırsınlar. Getdi Məkkədə Abis Müslimin məktubun İmam Hüseynə çatdırdı. Sonradan elə orada qaldı, İmam Hüseyn əleyhissalamla gəldi. Kərbəlaya, Kərbəlada qaldı. Aşura günü növbət çatdı Abis ibn Əbi Şəbibə. Bundan bir nəfər də vardı, Şozəb. Bəzi rəvayətdə deyirlər ki, güya qulamı imiş, amma deyirlər ki, yox, qulamı deyilmiş. Ondan həm əhd idi, həm peyman idi. Bəlkə də deyir, məqamı Abisdən daha yuxarı idi. Deyir, Şozəbə dedi, Şozəb,
növbə onlara çatanda, dedi, sənin fikrin nədir? Dedi, abiz, mən də sənin kimi düşünürəm. Mənim də niyyətim elə gedib Əbu Abdillah Hüseyn əleyhissalamın huzurunda canımı fəda eləməkdir. Dedi, Allah səndən razı olsun. Dedi, Şozəb, istəyirəm məndən qabaq gedəsən, canını fəda eləyəsən İmam Hüseynə. Qoy mən sənin canının fəda olmağını görüm və Allah mənim əcrimin üzərinə bir əcr də nəsib eləsin. Şozəb, əgər nə qədər əziz adamım olsaydı, məndən olsaydı, hamısın özümdən qabaq bir salavat hədiyyə eləyək. Hə, 009, sonra BMW var ağ, 78 Lada, o da ağdır. Zəhmət olmazsa maşınların yerin dəyişsinlər. Allah sizləri salamat eləsin. Salavat hədiyyə eləyək. Siz Allah abisin bu qəhrəmanlığına qulaq asın, yadınızdan çıxmaz. Və heyfdir abisi, abis İbn Əbi Şəbibi yaddan çıxartmayın. Çox böyük pəhləvan olub. Şirlərin şiri olub, düşmənlər etiraf edir. Dedi, Şozəb, əgər neçə övladım olsaydı, mənlə bir yerdə olsaydı, özümdən qabaq yola salardım. Hüseyn əleyhissalamın yanında şəhid olsun. Mən onları görüm. Allah mənim əcrimin üstünə əcr yazaydı. Şozəb getdi, şəhid oldu. Sonradan növbə çatdı abisin özünə. Gəldi Əbu Abdillah Hüseynin huzuruna. Dedi, Hüseyn can, nə uzaqda, nə yaxında, nə doğmalarımın içərisində, nə yadların içərisində. Hüseyn, Peyğəmbərin balası, dünyada, yer üzündə səndən mənə əziz heç kəs yoxdur. Yer üzündə bir nəfər mənə əzizdir, o da sənsən. İndi bir canım var, əgər canımdan artıq bir şey olsaydı, onu da fəda eləyərdim. Bu sitəmi, zülmü səndən uzaqlaşdırım. Yoxdur, indi ümidim təkcə mənim öz canıma qalıb. Hüseyn, icazə ver, Hüseyn can, mən də sənin yolunda meydana gedim, şəhid olum. Amma deyir, Hüseyn can, şəhadət ver, mən həm sənin baban, atan Əmir əl-Müminin Əli ibnin dinindəyəm, o əqidələyəm. Sən buna agah ol, sən buna şəhadət ver. Deyir, bu abis girdi meydana. Abis çox böyük pəhləvan olub. Gördülər ki, bir nəfər abisi tanıdı. Abis indi meydancirlik eləyir, rəcəz oxuyur. Bir döyüşçü tələb eləyir, döyüşə gələn yoxdur. Bir nəfər əvvəlki müharibələrdə bu abisi görmüşdü. Dedi, mən sizi xəbərdar eləyirəm. Bu abisdir, bu şirlərin şiridir. Nabada kimsə onunla döyüşə getsin. Kim onunla əgər döyüşə getsə, onun əlindən sağ geri qayıtmaz. İndi abis gəlib meydana cəngavərlik edir. Deyir, yoxdur siz tərəfdə bir kişi. Bu kişi ilə meydana gəlsin. Bu kişi ilə döyüşsün. Heç kəs tərpənmir. Düşmən döyüşüm suqutə qərq olub. Abisi tanıyırlar, bu qəhrəmanı tanıyırlar. Ömər Səd gördü ki, əgər bu cür olsa, bu ordu rüsvay olar, bu ordu süst olar. Gördü, qorxudan heç kəs meydana getmir. Dedi, əlac qalıb onu daşa basmağa, onu daşqalaq eləməyə. Siz əgər cürətiz yoxdur, onunla meydana girməyə, onunla meydana girməyə, daş ki ata bilirsiniz uzaqdan, ona sarı daş atın. İstədilər o cür onu. Abis bu namərdliyi gördü ki, bir cürət eləyən yox.
qardaşlar inşallah deyirlər ki, qabağa gəlsinlər, o təzə gələn qonaqlara da yer olsun. Peyğəmbər və Ali Peyğəmbərə salavat xətm eləyib bir neçə addım qabağa gəl inşallah. Allahümmə səlli alə Muhammed və Ali Muhammed. Qutardı, qutardı. Deyir, mən üz istəyirəm əziz məddahımızdan, Əhl-i Beyt məddahından bu abisin əhvalatın tamam eləyib bir neçə dəqiqədə. Deyir, abis ki, gördü, daş atırlar, cürət eləyən yoxdur. Bu nədir? Adətən insan daşın qabağında özü müdafiə eləyir də. Deyir, bu başındakı dəbilqəni çıxartdı, əynindəki zirehi çıxartdı. Deyir, soyunaraq onların qabağına çıxdı. Onlara yenə də meydan oxudu. Sonradan deyir, nə qədər daş atdıqdan sonra onu yerə atdılar. Sonra dəstəcəmi gəldilər, hücum elədilər. Onun mübarək başın bədənindən üzdülər. Deyir, sonradan da hamı deyirdi ki, abisin başını biz kəsmiş. Ömər Səd dedi ki, xeyr, sizdən heç biriniz abisin başını kəsməyə cürət eləmədi. Onu deyir, siz bir yerdə başını kəsmişsiniz. Sonradan da o başı Əbu Abdullah el-Hüseyn əleyhissalama tərəf. Mən zikr-i müsibət deyərdim, keçdim. Çünki əziz məddahımız özü ilə ən yaxşı zikr müsibəti deyəndir Azərbaycanın. Demək olar ki, ən başda gedən məddahlarından biridir. Allah tövfiq verib, istifadə eləyir xidmətindən. Allaha an verir izzət-i cəlalına, əzəmətinə. Əhl-i Beytin, onun yaru ənsarının şücaətindən bizi, ailəmizi, nəslimizi binəsib eyləməsin. Və Allah ali dərəcədə o əzizlərə xatir ali mükafatların sizlərə nəsib eləsin, bizlərə nəsib eləsin. Peyğəmbər və Ali Peyğəmbərə salavat edil.